Sevgilinizə onun adına çox bahalı hədiyyələr almısınız. Məsələn, qalenvagen, bağ evi, gözünüz aydın olsun. Ayrıldığınız zaman həmin hədiyyələr geri qaytarılmır. Çünki bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının əsassız varlanma ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərarı mövcuddur. Həmin qərarın məzmununa əsasən rəsmi nikahınız olmayan sevgilinizin adına bahalı hədiyyə, bağ evi, torpaq sahəsi, hər hansı bir maşın və digər əmlaklar almısınızsa, bu üçüncü şəxsin xeyrinə müqavilə institutu çərçivəsində nəzərdən keçirilə bilər. Yəni, bağışlanma müqaviləsinin ləğvi üçün heç bir əsas yoxdursa, sizin ayrılmağınız bağışlanma müqaviləsinin ləğvi üçün əsas deyil. Əsas yoxdursa, iddiaçının cavabdehə əmlakı hədiyyə olaraq verdiyi aşkar surətdə bəlli olduqda, onun əmlakı iddiaçıya qaytarmaq kimi bir öhdəliyi qalmır. Biraz da sadələşdirsək, bağışlanma zamanı hər hansı bir qanunsuzluq olmayıbsa, varlanmış şəxs həmin əmlakı qanunsuz olaraq deyil, əsassız olaraq deyil, bağışlama əsasında qazanmış sayılır və həmin əmlakı bağışlayan şəxsə qaytarmağa borclu deyil. Diqqətiniz üçün təşəkkür edirəm.